İrəli ötürmə edildi. Simic istiqamətində. Simic, Mikels boşda ötürmə Mikelsə. Mikelsin zərbəsi və gol! 31-ci dəqiqə. Sabah Tovuz səfərində hesaba açır. Təkrara bir daha baxaq. İlk ötürmə anında oyundan kənar vəziyyət təbii ki yox idi. İkinci ötürmə anında top Mikels ötürüldü. Orano xəyal topu ondan almağa çalışır. Maluda. Aron Maluda'nın zərbəsi və Baklov. Aron Maluda topu qazandı. Sabahın hücumu Mikelsə top çatacaqmı? Və zərbə vurulur 2-0. Veljko Simic maçın 68-ci dəqiqəsində fərqlənərək Sabahın üstünlüyünü bir qədər də möhkəmləndirir. İkinci qolu vurdu. Əvvəlcə Peris, daha sonra Mikels. Serrano itirir topu. Aron Maluda topu ondan qazanır və Sabahın əks hücumu 4 nəfərlə gəlirlər. Rahmon Aliyevdən sol tərəfə ötürmə. Daha bir ötürmə. Rahmon Aliyev və 3-0. 33 nömrəli Umar Ali Rahmon Aliyev bu görüşdə komandasının da 3-cü qolunu vurur. Mikelsin ötürməsinə baxın. Sanki Ozoviç vuracaq. Ozoviç yaxınlaşdı. Ozoviç və gol! 1-3. Filip Ozoviç komandasını ümidləndirir. Cərmə zərbəsindən baxımlı qol vurmaqla Turan Tovuzu ümidləndirir. Əla zərbə alındı Filip Ozoviçdən.